Salam əziz izləyicilər, kanalımıza və videomuza hamınız xoş gəlmisiniz. Bugünkü videomuzda sizə ənənəvi Azərbaycan şirniyyatı olan şəkərburanın hazırlanmasını addım-addım göstərəcəyik. Lazım olan ərzaqlar: 1 kiloqram un, doymaq və ya matruşka unu, 200 qram xama, 400 qram kərə yağı, yumurta, biri bütöv, ikisi sarı olmaqla 3 ədəd, vanil 1 paket, duz 1 çimdik, maya çay qaşığının ucunda, süd aparana qədər armudu stəkanın yarısı qədər. Əvvəlcə mayanı aktivləşdirmək üçün 3 çay qaşığı su əlavə edib həll edirik. Vanil, duz və otaq temperaturunda yumuşaldılmış kərə yağını una əlavə edib umac halına gətiririk. Mən mikserdən istifadə etdim, əllə də edə bilərsiniz. Xamanı yumurta sarısı ilə çalırıq. Həm yumurtanın rəngi çaldıqca açılır, həm də xamada topalar qalmır. Hazırladığımız qarışımı və mayanı xəmirə əlavə edərək yoğururuq. Şəkərburanın kənarları və üzünün naxışının açılmaması üçün xəmirin bərk olması vacibdir. Xəmirimiz yumuşaq alınmasın deyə azacıq süd əlavə edirik. Xəmir qurudursa onu südlə yumuşaltmayın. Xəmirin üzərini örtün və 5 dəqiqə müddətində yumuşalmasını gözləyin. Xəmiri yenidən rahatlıqla yoğuraq və yarım saat xəmiri dinləndiririk. $500 qram qovrulmuş fındığı üyüdürük və üzərinə 400 qram şəkər tozu və 1 qaşıq hil əlavə edib qarışdırırıq. Budur, xəmir hazırdır. Xəmiri 40 qramlıq kündələrə ayırırıq. Kündələrin hər birini yayırıq və salafan altında saxlayırıq ki, qurumasın. Yaydığımız xəmirin qırağına su çəkirik ki, rahatlıqla bağlansın və içinə 2 çay qaşığı miqdarında içlik əlavə edirik. Bu qayda ilə bütün xəmirlərin içini doldurub kənarını bağlayırıq. Bu reseptlə 40-42 ədəd şəkərbura alınır.
Kənarını səliqə ilə bu qaydada bükürük. İğnə ilə iynələyirik ki, içərisində hava qabarcıqları olmasın. Sonra başlayırıq bütün şəkərburaları naxışlamağa. Şəkərburaları alt-üst rejimdə öncədən isidilmiş 150 dərəcəli sobada üzəri qızarmamaq şərti ilə bişiririk. Və budur, şəkərburalar hazırdır. Hər bölgənin özünə məxsus resepti olsa da, hamısında ortaq olan sevgi və zəhmət vardır. Şəkərburanın üzərindəki naxışlar yalnız gözəllik deyil, həm də hər bir xəttin arxasında yaşayan hekayələri, ənənələri və tariximizi əks etdirir. Əgər videonu bəyəndinizsə kanalımıza abunə olmağı və videonu bəyənib şərh yazmağı unutmayın. Siz də bişirin, nuş edin, hələlik!